bir sənin. Danışırsan, imkan ver, biz birisi danışaq. Bayaq vurğuladın ki, ana ilə bala ilk öncə o söz yox. Amma mən Aslana üzümü tutub demək istəyirəm ki, Aslan, neçə yaşın var əzizim? 28. 28. Artıq elə bir yaşdasan ki, sən çoxdan bilməlisən ki, mən həyatdan nə istəyirəm? Mən yanımda olan yaxınlarımdan, əzizlərimdən, sevdiklərimdən nə istəyirəm? Məqsəd yönlü yaşamalısan əzizim. Sən özün artıq bilmirsən ki, mən nə istəyirəm? Mən sizə bir şey deyim. Özün qərarsızsan. Aslanın və Aygünün və bu ailənin əhatəsində olan insanların 99%-i onlarla üzdə gülür. Dalda da nəyləri varsa hamısından istifadə edirlər. Bəli. Onların bu səmimiyyətindən, bu qoşduğundan, bu məqamlarından istifadə edirlər. Ona görə də yaxına gelib buraxmasınlar. Sənə kim deyib birinci? Ətrafa Qırağa çəkib sənə kim deyib? Siz demişsiniz Şamil müəllim. Demişəm sənə. Bəli. Və mən buradan demək istəyirəm Zahir müəllim. Allah atana rəhmət eləsin. Kimsən mən verişdən sonra mənə zəng edin. Şərşənbə axşamı sənə qədər bir rəhmət qazandım ailə. Allah atana rəhmət eləsin. Allah sana rəhmət eləsin. Allah balalarını saxlasın. Mən bunu istəyirəm Allah ki, ölənlərinizə rəhmət eləsin. Sonra xanım düzgün vurğu. Mən siz nə istəyirəm? Sakit, mehriban ailə və o tablo. Və burada anam Aygünü qəbul eləmir. Aygün anama heç nə eləmir. Bunu bir Allah bilir. Aslan, sən Aygünü sevirsən. Bəli. Yox. Nə bilim. Biraz səbirli olaq. Bu proqramın sonuna qədər səbirli olaq. Məncə sevgi sözünü bu qədər adiləşdirməyək. Sevgi sözü müqəddəs. O nəinki Aygünü sevmir, o Ceyranı da sevmir. O Nabatı da sevmir, o dədəsini də sevmir. O ancaq özünü sevir. Vəssalam. Aslan ancaq özünü sevir. Mən. Yox, Zaur, mən onun yanında razı deyiləm. Mən Aslanı belə bilməzdim. Aslan çox egoist, ancaq özünü düşünən və ətrafında olan insanlar əslində sərf eləyir Aygünün də onun yanında olması, Ceyranın onun yanında olması, bu hadisələrin baş verməsi. Əslində Aygün xarakterli insan Aslana sərf eləyir. Aygün xasiyyətdə hər şeyə göz yuman insan Aslana sərf eləyir. Və mən indi istəyirəm, biz birazdan bu barədə danışacağıq, istəsəz heç danışmayaq da, mənə də artıq maraqlı deyil. Amma bir-iki məqam var ki, onu biz göstərməliyik və daha sonra səsləndirməliyik. Aygünlə də bağlıdır. Yəni mən artıq istəmirəm o məsələlər gizli, saxlı, yəni saxta münasibət olmamalıdır. Onsa zaten bir-birinizə olmazın sözünü deyirsiniz. O dalda da deyilmiş sözləri, onsa üzünüzə də deyirsiniz bir-birinizə. Yəni yalandan ay Ceyran gəlsin, mənim onun ürəyimdə qurbandır demək lazım deyil də. Bu içdən deyil. Ceyran da içdən deyil ki, desin ki, Aygünlə biz gedib bir damın altında yaşayacağıq. O səni sevmir, sən də onu sevmirsən. Mən balamı Aslan da ikinizi sevmir. Yetəri qədər. Zahirim, mən balamı istəyirəm. İstəyirsiniz mən sizə Mən deyim. balalarımdan başqa heç kəsə nəsə bir material atılıbdır. Çox güman ki. Nə materialı? Bilmirəm, nəyisə atıblarsa onu da o şəxs ata bilər. Və mən buradan deyirəm. Oyuna gəlmişəm, yenə deyirəm. Bizə səni mən yaxınlaşıb deyə bilərəm. Bəli. Qoy onu verə, izahını ver. Yox, o şəxs görsənməsin ümumiyyətcə. Yəni böyük bir problem olacaq. Üzünü bulurlayarıq da, üzünü bulurlayarıq. Yox, ümumiyyətcə Zahir müəllim. Mən icazə verməm. Həmin şəxsə də buradan deyirəm ki, və mən o kadrları sən mənə sübut elə, mən də sənə o qanun çərçivəsində mən sənə sübut eləyəcəm. Yox, sən bilirsən də orada söhbət nədən gedir. Bəli, bilirəm. Sənin bir xanımdan şəklindir. Bəli, mən sizin evə gedən yerdə. O həmin şəxs da ki, anamdan məni görmək üçün gəlmişdi və bilmədi mənim anam evdədir ya yox.